Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. CBC Sport'a baxırsınız dostlar. Ay Həkim davam edir. Studiyada Dr. Tutu Zeynalovadır. Bugünkü qonağım Respublika Təcili Tibbi Yardım Mərkəzinin Qaradağ bölməsinin anesteziyoloji reanimatoloji briqadasının həkimi Dr. Ramil Dadaşovdur. Biz təxirə salınmaz təcili tibbi yardımdan danışırıq və əhali hansı mövzuda gözü açıq olmalıdır, bu məsələlərə öz diqqətimizi yönəltməyə çalışırıq. Ramil doktor, biraz əvvəl məişət travmalarına toxundunuz. Gəlin bu məsələni də geniş açaq ki, məişətdə rast gəldiyimiz travmalar hansılardır və bu zamanda nə etmək olar, lazımdır və nəyə toxunmaq olmaz? Məişət travmalar dediyimiz kimi ikinci sırada durur. Əslində travmaların növləri çoxdur. İstehsalat travmaları var, idman travmaları var, bədbəxt hadisələr var. Yəni onların adları bəlkə də böyük görsənə bilər, amma məişət travmalar daha çox sadə görsənir, amma sadə olduğu qədər daha çox rast gəlinir. Gündəlik cəhətdə biz bundan tez-tez qarşılaşırıq və biz həm özümüzə, həm yaxınlarımıza yardım eləməyi bacarmalıyıq. Ən çox insanların elədiyi səhvlər nədir və yaxud o düzgün bildiyimiz yanlışlar, belə bir bu dəqiqə ən çox istifadə olunan termin var. Nədir burada? Adi məsəl üçün bildiyimiz yanıqlar. Bu dəqiqə mən inanıram ki, hansı auditoriyada işləyirsən? Bir sorğu keçirdin, insanlardan soruşun, yanıqlarda ilkin yardımını eləmək lazımdır. Mən elə bilirəm ki, o düzgün cavab variantı ya ən axırda olacaq və yaxud da az olacaqdır. Nə etmək lazımdır? Siz deyin bilək. Nə istəsəz eləyirlər. Yəni biz gedib görürük, yanıq səthinə yağda vururlar, diş pastası istifadə eləyirlər, nələr istəsəz istifadə eləyirlər. Amma bir yanıqdır, yəni daha çox rast gəlinir. İlkin yardım nədir? Xəstənin həmin ətrafındakı hansı yanıq hadisəsi baş verib, axar suyun altına tutmaq lazımdır. Ən azı 10-15 dəqiqə axar suyun altında tutub həmin yeri soyutmaq lazımdır. Bəzən o müddət bizə çox uzun gəlir. Gedirsən, bəzi xəstələrimiz var ki, bəli, həmin şeyi eləyiblər. Amma baxırsan ki, müddət çox qısa. 1 dəqiqə, 2 dəqiqə tutur, ağrı keçir, biraz rahatlaşır, deyir, bəs elədi. Amma bəs eləmədi. Yəni bunu 15-20 dəqiqə davam elətdirmək. 15-20 dəqiqə? Bəli, axar suyun altında davam elətdirmək lazımdır. Bəli, deyə bilərsiniz ki, axar suyu nəyə lazımdır? Elə bir qab qoyaq, əlimi salım, həmin suyun içində qalsın. Biraz keçəndən sonra əlimizin suyu isidəcək. Biz həmin effekti ala bilməyəcək. Ona görə axar soyuq suyun altında tutmaq lazımdır. Deyək ki, bir yardım elədik, həmin axar suyu istifadə elədik, baxdıq. Xəstənin ikinci dərəcəli bir termiki yanığı var, artıq bir suluqlar var, qızartılar var. Mütləq həmin sahəni bağlamaq lazımdır. Çünki bilirik, dərinin tamlığı varsa, oraya heç bir kənardan müdaxilə, heç bir belə deyək, bakteriyalar keçə bilmir. Amma artıq dəri tamlığı pozulubsa, burada demək bir açıq qapı rolunu oynayır. Ona görə mütləq həmin nahiyəni sarmaq lazımdır. Biz sarmırıq ki, açıqda daha tez sağalacaq. Açıqda hava dəyir, xəstənin ağrısı rahat olur, yəni açıq daha komfortludur. Amma mütləq bağlanmalıdır. Sarmaq lazımdır. Hətta sarmağı da, tutaq ki, bir əl barmaqları yanıbsa, bu xəstəni büküb bu vəziyyətdə sarıya bilməyəcək. Çünki o sarıyanda bunlar bir-birinə yapışacaqdır. Çünki oradan toxumalar bir-birinə təmas edib yapışacaqdır. Mütləq ara qoymaq lazımdır. Yəni bintlə bu şəkildə mütləq arasından keçirməklə, mütləq arasından keçirməklə sarmaq lazımdır. Daha sonra bəzən görürsən antibiotik məlhəmlər var evlərdə. Simtamisindir, levamikoldur. Həmən bunlardan istifadə etməyə tələsirlər. Bilmirik, bəlkə ola bilsin həmin adamın allergiyası ola bilər, anafilaktik şok yaşaya bilər. Yəni hər onlara biz ilk yardım deyəndə bu medikamentozsuz yardımdır. Yəni xəstə yaxınların eləyə biləcəyi yardımdır. Ona görə çalışırıq, hələ bunlara keçmirik. Ancaq biz eləyə biləcəyimizi eləyirik. Yəni axar suya tutduq bir yanıq sahəsini tənziflə və yaxud evdə tibbi steril bint varsa ondan sardıq. Ondan sonra xəstənin vəziyyətindən asılı olaraq. Əgər yüngül bir şeydirsə, belə deyək, yanıq sahəsi kiçikdə, xəstə özündə heç bir problem yoxdursa, rahat hərəkət edə bilirsə, cərraha və yaxud yanıq mərkəzinə müraciət edə bilər. Yox, əgər daha çox sahəni əhatə edən bir yanıq sahəsidir, daha dərin termiki yanıqdırsa, onda bəli, təcili yardımı da aktivləşdirmək olar. Və yaxud da digər travmaları götürək. Tutaq ki, burxulma ola bilər,
hansısa bir sınıq, çıxıq, nə istəsən ola bilər. Məsəl üçün, Ən qeyri-məişət travması nədir sizin rast gəldiyiniz təcrübənizdə? Vallahi Qeyri-adi. Qeyri-adi məişət travmaları bu dəqiqə belə deyək də, ən çox gördüyümüz uşaqlarda da bu burnun, qulağın yad cisimləridir. Demək olar ki, uşaqlar dinc dayanmırlar. Bəzən elə olur ki, bizdə olubdur, qələmin başlığı olur. O gedib tənəffüs yoluna düşən uşağımız olub. Hansı ki, nəfəs aldıqca biz orada aydınlaşdırdıq ki, demək o qələmlərin başlığını immuniona görə orada bir dəlik var ki, demək bu hadisələr yaşanırmış. Yəni hamısı nəyisə üzərində qurulur. Demək bu udanlar var imiş. Bundan udmaq deməyək də tənəffüs yoluna düşür. Həmin onun içindən hava sərbəst hərəkət edə bilsin. Ki boğulmasın uşaq. Boğulmasın, bəli. Necə maraqlı. Bunu mən də bilmirdim. Yəni biz də bunu işte belə deyək də, o işlədikcə, sərişdə artdıqca bunları görürük, öyrənirik. Bax, həmin o dediyimiz vurxulmalardır, çıxıqdır, sınıqdır. Ola bilsin yenə xəstə yaxınları bunu ayırt eləyə bilmirlər. Amma yanaşma hamısında eynidir. Yəni bütün hamısında bir yanaşma eynidir. Yəni vurxulma nədir? Tutaq ki, bir oynaq sahəsindən çıxdı və özü yerinə qayıtdı. Özü yerinə qayıda bilir, amma qayıdan zaman yenə yan toxumalara, əzələ, sinirlərə, qan damarlarına bir xəsarət yetirir. Ona görə görürük ki, həmin yerdə bir göyərmə var, qaralma var və yaxud qançır əmələ gəlibdir, şişkinlik əmələ gəlibdir və yaxud çıxıqlar olsun. Belə deyək də, təxmini belə bir deyim var, deyir, çıxıq uzanır, sınıqlar qısalır. Yəni bir ətrafın biraz uzandığını görürsə, tutaq ki, bir çiyin oynağından, bazı oynağından bir çıxıbsa qolumuz, mütləq bir uzanma görəcəyik. Amma yaxud xəstə uzanıb baxırsan ki, ayağın biri nisbətən, o birisindən nisbətən qısadır travmadan sonra və yaxud içəri və yaxud şöyle bir dönüşü var, bu demək qısalıb, bu demək sınıqdır. Burada da heç bir şey dəyişən bir şey olmayacaq. Bunların hamısında ilkin yardım fiksasiyadır. Hərəkəti azaltmaq, hərəkəti azaltmaqla bərabər həmən yerə soyuq qoymaq. Soyuq qoymağın da belə deyək, texnikasını bilmək lazımdır. Yəni həmən soyuducudan bir dənə buz götürdük, həmin o travma nahiyəsinə qoyduq, bu elə olmadı. Necə yanıq dəriyə necə münasibət göstərirsə, həmin o buz da həmən təsir göstərəcək, həmən travmanı verəcək. Ona mütləq həmin buzu bir paketə bükürük, onun ardınca bir dəsmala bükürük ki, islanmasın. 10-15 dəqiqə kompres edirik, soyuq buzu qoyuruq, bir yarım saat, bir saat fasilə veririk. Yəni bizim eləyə biləcəyimiz ilkin yardım bu ola bilər. Ondan sonra ixtisaslaşmış müəssisəyə və yaxud təcili yardıma müraciət edə bilirik. Və yaxud məsəl üçün bu dəqiqə indi sosial şəbəkələrdə də var, xəbərlərdə də tez görürsünüz. Heyvan dişləmələri tez-tez rast gəlinir, it dişləmələri, yəni bunu tez-tez görürük. Yəni bilməliyik ki, bir quduz olma ehtimalı olan, tutaq ki, bir it dişləyibsə, biz burada nə etməliyik? Bizim eləyə biləcəyimiz həmin yara nahiyəsini axar suyun altında sabunla heç olmasa 5-10 dəqiqəlik yumalıyıq. Düz o su və yaxud sabun antiseptik bir maddə deyil. Sadəcə onu yumaqla biz oradakı bakteriyaların 90%-ni yuyub aparmış olur. Kənarlaşdırırıq. Yəni, bəlkə ola bilsin, bunlar xırda bir detallardır. Amma bəzən həyat qurtarıcı olur, doktor, xırda olsa da. Həyat qurtarır və yaxud lap həyat qurtarmasa belə, tutaq ki, sən yanığa yaxınlaşanda bu yanıq xəstəsi idi. Sənin müdaxiləsindən sonra infeksiyalaşmış yanıq sahəsi olursa, bu düzü olmadı. Ona görə də çalışıb elə bildiyimiz qədər, yəni düzgün yardım etsək daha yaxşı olur. Heç nə bilmiriksə toxunmayaq. Ən yaxşısı. Bir də məişət dediniz, yadıma nə düşdü? Ola bilər ki, elektrik cərəyanın da problem yaşasın. Elektrik cərəyanı İştirikdə hərdən diri filan kəsi tok vurdu. Bəli, ən çox, daha çox istehsalatda rast gəlinir. Amma evlərdə də rast gəlinə bilər. Belə deyək, bunun önləmini almaq daha yaxşıdır. Yəni mütləq o elektrik yuvalarının üzəri bağlanmalıdır. Yəni əsas uşaqlar bundan istifadə edirlər. Belə deyək ki, biz heç birini eləyə bilmədik. Bir elektrik təması baş verdi. Nə etməliyik? Qısa müddətdə xəstəni o elektrik olan xəttdən ayırmalıyıq. Yəni biz fikirləşək ki, mən gedim qoruyucudan söndürüm gəlim, bu vaxt itkisi olacaq. Əlinin altında olan elektrik keçirməyən bir vasitə ilə elektrik kabeli və ya xəstənin ətrafı ona birləşiksə, belə deyək, adı bildiyimiz məsələn, mətbəxdə isə oxlovdan nədən istəsən istifadə edə bilərik, döşəməsilərindən. Yəni onu ayırmaq lazımdır. Çünki uzun müddət təsir edirsə bu elektrik təsiri yaradan başqa ürəyə təsir edir. Ürək ritminin pozulmasına, ürək dayanmasına kimi gətirib çıxardır. Sonra məsəl üçün görə biləcəyimiz travma deməsək də, yəni bu belə deyək də bədbəxt hadisələrdir. Hansı ki, təcili yardım gələnəcən bunu eləmək lazımdır. Məsəl üçün, tənəffüs yollarına yad cismin düşməsidir.
Bizim evdə yemək yediyimiz vaxt ola bilər. Adətən xaricdə buna restoran xəstəliyi deyirlər, yəni restoranlarda baş verir. Yəni bizim burada belə deyək, yanınızda bir nəfər bununla tutaq ki, boğazını tutdu, nəfəs ala bilmir, görürsən gözləri bərəlir, danışmağa çətinlik çəkir. Bu demək ki, bir tam tıxanma var. Yəni bizim burada heç təcili yardıma zəng eləməyimiz elə düzgün deyil. Biz birinci xəstəyə müdaxilə eləməliyik. Bir neçə il bundan qabaq yadımdadır ki, Bakıda poliklinikalardan birində bir həkim həyatını elə itirdi. Bir konfetlə getdi nəfəs borusuna və təəssüf ki, poliklinikada ona kömək edə biləcək heç bir həkim belə tapılmadı. Bilmirəm, bəlkə də gecikdilər. İndi mən orada olmamışam, yalan deyərəm. Amma nəticə etibarilə bir həkimin həyatı məhz o konfetin badına itirildi. Necə düşünürsünüz? Sözümü nəyə gətirirəm? Biz əhalidən maarifli olmağı istəyirik. Yəni, məncə bütün həkimlər də, sıravi həkimlər də təcili tibbi yardımda işləməsələr belə, mütəmadi olaraq bu haqda məlumat keçməlidirlər. Çünki biz baxırıq ki, xaricdə ilkin yardım göstərən insanlar və bizdə çox fərqlidir. Yəni, bu təlimlər necə düşünürsünüz? Harada başlamalıdır? Məktəbdəmi, iş yerlərindəmi, davamlı olaraq təkrar olunmalıdırmı? Yoxsa bilmirəm, bir application mı olmalıdır ki, girək oradan oxuyaq, falan şey olubsa, nə olar, da olmasın. İndi onu da oxuyana kimi xəstənin vəziyyəti pisləşir. Ona da vaxt yoxdur. Necə olsa daha yaxşı olar bu məsələ? Demək, burada necədir? Bu maarifləndirmə işi necə aparılmalıdır? Əslində, bunlar çox bir sadə bir prosedurlardır. Yəni, bunu bacarmaq üçün xüsusi bir vərdişə falan ehtiyac yoxdur. Sadəcə bunları bilmək lazımdır. Bunu bilmək üçün də maariflənmək lazımdır. Maariflənmək bir neçə yollandır. Hal-hazırda biz bir maariflənmə işini yaparıq. Amma bu dəqiqə belə deyək, bu sosial şəbəkələr daha çox ona keçiblər. Və insanlar da günün bir neçə saatında, nə qədərsə müəyyən vaxtını sosial şəbəkələrə keçirdirlər, amma daha çox əyləncə xarakterlidir. Bəli, maariflənmə videosuna baxış mindirsə, maarifləndirmə videosu tibbi sahədə də ola bilər, təhsil sahəsində də ola bilər, iqtisadiyyat sahəsində, nə sahədə olursa, heç olmasa biraz vaxtımızı buna ayırmalıyıq, maariflənməyə ayırmalıyıq. Dediyiniz məqamlar necədir? Hələ ki, bizdə olan bu təlimlər, treninqlər daha çox tibb işçiləri üçün nəzərdə tutulub. Bəli, başqa treninqlər eləyən var, treninq mərkəzləri var, amma bunlar çoxu pullu xidmətlərdir və bu treninqlər də ömürlük deyil. Çünki bu təbabət dayanmadan dəyişir. Sən bir treninqi keçsin, bir sertifikat aldın, belə deyək, o sertifikatın müəyyən müddəti var. 5 il, 10 il nə qədərsə bu müddətə. Çünki o müddətdən sonra yenə dəyişikliklər var. Protokollar dəyişir. Protokollar dəyişəcək, elm inkişaf eləyəcək, tibb inkişaf eləyəcək. Yaxşı olar ki, bax, siz dediyiniz kimi, məktəblərdən başlamaq lazımdır. Çünki uşaqların zehni daha itidir, daha bacarıqlıdır. Onlar onu bir dəfə öyrənsələr, mən inanmıram ki, ömrün axırıncı yaddan çıxarsın. Hələ bir dəfə də ona göstərsələr, əyani olaraq ki, belə qoy eləsinlər, orada elə bir şey üzərində. yoxdur. Bəli, mulyajı gətirsinlər, onu eləsinlər və yaxud bir-birinə həmən təması eləsinlər. Burada çətin bir şey yoxdur. Bəlkə də deyərdim ki, bu böyüklərdə çox rast gəlməyəndən uşaqlarda daha çox rast gəlinir. Əsasən də bu körpələrdə, südəmər uşaqlarda, həmin o belə deyək də, tənəffüs yollarına bir şey düşdümü? Bunun cavab reaksiyası nədir? Spazma verir. O, qabaq deyirlər, bir qaşıq suda boğaram səni. Boğulma bir qaşıq sudan olur. Yəni, biz suda batan insanı görürüksə, o suda ağciyərlərindən suda olub ölmür. Kiçik birisi su gedən kimi tənəffüs yollarında bir spazma baş verir. Qalan hamısı səsi keçirir, qurtulursa. Nə etmək lazımdır tənəffüs yolu nəsə qaçıbsa? Tənəffüs yollarına nəsə qaçıbsa, Heimlich manevrası dediyimiz bir şey var. Xəstənin arxasına keçirik, bir əlimizi qoyuruq, o birisi əlimizi olsun, yuxarı səriyə bir təkan verdik. Bəli, ta o yad cisim oradan çıxana kimi, böyüklər üçündür. Ola bilsin o yad cisim çıxmadı, xəstə artıq xoşunu itirirsə, özündən gedirsə, artıq manevranı saxlayırıq. Həmən yenə bildiyimiz CPR dediyimiz ürəyin qapalı aşağı sönü tənəffüsünə başlamalıyıq. Uşaqlarda, körpələrdə bu başqa cür baş verir. Əgər körpələrdə biz görürüksə tənəffüs yolu tıxanması əlamətlərini, uşağı əlimizin üstündə tutduqmu, ənsədən, onurğadan fiksasiya edirik, üzü aşağı. Həmən bu birisi əlimizdən çənəsini, yenə bədəni fiksasiya edib əlimizin üstə çeviririk, üzü aşağı istiqamətdə olmalıdır. Kürəyindən təmas eləməliyik. Üzü aşağı kürəyindən təmas edirik ki, yad cisim çıxsın. Təzdən yenə çevirib ön tərəfdən təmas edirik. Yəni, bunlar rahat şeylərdir, amma mən istərdim ki, hamı maariflənsin, hamı bunu bilsin.
Və mən inanıram ki, Ay həkim bu mövzuda, maarifləndirmə mövzusunda əlindən gələni edəcək. Elə təcili, sağ olsun Respublika Təcili Tibbi Yardım Mərkəzi də ki, bizə vaxtaşırı sizin kimi dəyərli həkimləri göndərirlər. Nəzrin xanıma xüsusi təşəkkürümü bildirirəm ki, biz əhalini bu mövzularda maarifləndirə bilək. Əslində biz sizə təşəkkür edirik. Mən sizin sözü kəsirəm. Çünki belə deyək, bu tendensiyanı siz başlamışsınız. Yəni bu vaxtacan təcili yardım həkimlərini biz ekranda görməmişik. Bəli. Yəni Çünki tibbi verilişlər pullu olur. Tibbi verilişlər bizimkindən fərqli olaraq. Bu bir yəni siz necə bəlkə maariflənmənin ən yaxşısıdır belə ki. Çünki bu ilkin yardım hamıya lazım olur. Bəli. Ola bilsin o deyilən şeylər, əməliyyatlar falan bəlkə də insanlara ömrünün axırıncə bəlkə gərək olmayacaq. Amma bu təcili yardımda rast gəlinən vəziyyətlər, bunlar hamısı həyatında bunları bir dəfə, 3 dəfə, 5 dəfə mütləq yaşayır. Mən indi başqa planlarım da var. Təcili tibbi yardım məsələsində maarifləndirmə işləri ilə bağlı. Sadəcə efirdən demirəm, çünki ideyalarımı oğurluyurlar. Təşəkkür edirəm sizə, doktor. Nəzərinizə çatdırım ki, bugün Ay həkimin qonağı Respublika Təcili Tibbi Yardım Mərkəzinin Qaradağ bölməsinin anestezioloji reanimatoloji briqadasının həkimi doktor Ramil Dadaşov idi. Dostlar, çox maraqlı həmsöhbət oldu mənə görə. Əminəm ki, siz də faydalandınız bizim söhbətimizdən və yenidən növbəti qonaqları da gözləyirik təcili tibbi yardım xidmətindən. Son təşəkkürüm bizim sponsorlarımızdadır. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Günə 3 fincandan artıq kofe içirsinizsə, hamiləlik dövründəsinizsə, laktasiya dövründəsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, kalsium ehtiyacınız daha da artır. Buna görə təyinata uyğun kalsium D3 Nikamet preparatını istifadə edə bilərsiniz. Çünki 25 ildən artıqdır. Mövcuddur, sınanmış preparatdır, laktozsuzdur. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Bir daha təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə ki, belə keyfiyyətli preparatları ölkəmizə ithal edirlər. Digər təşəkkürümüz İdman həkimi Fərid Səlimovadır. Müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edin, Fərid doktorla əlaqə saxlayın. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.